Satış sahəsinə marağım var idi. Bir gün dostumla söhbət edirdik. Dedi ki, Araz Marketin Şüvalan filialında vakansiya var. Elə həmin gün Arazın ofisinə yaxınlaşıb CV-mi təqdim etdim. Sahibi oldu, satçı kimi işləmək istədiyimi bildirdim. Qısa müddət sonra işə qəbul olundum. Mirtaleh Əzizzadə, 28 yaşı var. Orta təhsillidir, ailəlidir, bir övladı var. Hər zirvənin bir başlanğıcı var. Bu zirvəyə qalxmaq üçün isə işində çalışqan, məsuliyyətli olmalısan. Özümdən çox bəyəndiyim xüsusiyyət odur ki, iş nə qədər çox olsa da enerjim bitmir. Bəzən elə olur ki, evdən biraz əhvalsız çıxıram. Amma Arazın qapısına içəri girən kimi sanki hər şey dəyişir. Mirtaleh karyerasına 2017-ci ildə meyvəçi kimi başlayıb. 2019-cu ilin fevralında baş meyvəçi, sentyabrında isə baş satıcı vəzifəsini uğurla icra edib. 2020-ci ildə administrator kimi yeni məsuliyyət üzərinə götürüb. 2022-ci ildən isə mağaza müdiri olaraq komandaya liderlik edir. İşə başladığım ilk 6 ay Arazda davam edib etməyəcəyimə tam qərar verməmişdim. Amma sonra buraya elə öyrəşdim ki, ayrıla bilmədim. Buradakı dostlarımın iş mühiti, həmkarlarımın dəstəyi və gördüyüm fürsətlər karyeramı məhz burada quracağıma inandım. Ən çətin vaxtım satçı vəzifəsindən baş meyvəçi vəzifəsinə keçəndə idi. Çünki meyvənin kodlarını əzbərləyə bilmirdim. Amma indi yuxudan uyandırıb soruşsalar, hamısını əzbər deyərəm. Bir gün satçı kimi çalışarkən mağaza müdirimi telefonla danışarkən təsadüfən eşitdim. O region müdirinə məni tərifləyirdi və deyirdi ki, bizdə Mirtaleh adlı çox çalışqan, məsuliyyətli bir satçı var. İmkan olsa mütləq onun vəzifəsini yüksəltməliyik. Onda bildim ki, Arazda hər bir əməkdaşa necə dəyəri verilir. Bu da mənim üçün çox böyük bir motivasiya oldu. Mirtalehin işinə olan peşəkarlığı onu liderliyə doğru apardı. 25 yaşından mağaza müdiri kimi işləmək məni çox qürurlandırır. Çünki bu çox məsuliyyətli işdir. Gələcəkdə hədəfim bölgə müdiri kimi işləməkdir. Bura Mirtaleh üçün təkcə iş yeri deyil, həm də özünü tapdığı və böyüdüyü hekayənin yaşandığı bir yerdir. Araza gəldim, Arazda böyüdüm.